Azərbaycanın triller janrında çəkilən, nadir filmlərdən biri olan Ambar filmi haqqında məlumat. Film 2019-cu ildə çəkilmişdir. Filmin rejissoru Agil Nağıyevdir. Filmin mövzusu budur ki, 8 nəfər insan özlərini qapalı bir ambarda oyanmış vəziyyətdə görürlər. Onların heç biri ora necə düşdüyünü xatırlamır. Həm də ki, onların ayaqlarını zəncirlə bağlayırlar. Çox çəkmədən içəriyə 2 nəfər maskalı daxil olur və onlardan biri onlara sual verir ki, siz buraya niyə görə gəlmisiniz? Əgər bu sualın cavabı tapılmasa, hər 10 dəqiqədən bir öləcəksiniz. Bundan sonra gedişat dəyişir. Onların yeganə çıxış yolu biri birləri ilə əlaqələrini və ambara düşmə səbəblərini araşdırmaqdır. Cavab tapılmayana qədər isə hər 10 dəqiqədən onlardan biri öldürüləcək. Film gərgin psixoloji atmosfer, sir və sağ qalma mübarizəsi üzərində qurulub. Film aşağı büdcə ilə çəkilsə də, amma böyük tamaşaçı auditoriyasının diqqətini cəlb etməyi bacarıb.